Hər birinizi salamlayıram. Deməli, bugünkü dərs izahımız y bərabərdir ax kvadratı funksiyasına mövzu izahı olacaq. İnşallah diqqətlə qulaq asın. Gəl İbrahim. Deməli, y bərabərdir ax kvadratı funksiyası nədir? Hansı xassələri var? Hansı detallar var? O hissələrə bir-bir baxırıq. Əvvəlcə bilək ki, bu y bərabərdir x kvadratı. Mən qarşıya a yazmadım. A neçədir burada? 1. Deməli, 1x kvadratıdır bu. Bunun qrafiki əvvəlcə bilək ki, paraboladır. Parabola. Düzbucaqlı koordinat sistemində bunun qrafikinə baxaq. Bu x oxu, bu y oxu. Köhnə dərsdən xatırlayırıq ki, o x oxu üzərində olan nöqtənin absis oxu üzərində, belə deyək də, o x oxu üzərində olan nöqtənin nəyi sıfır idi? Y sıfır. Bəs y oxu üzərində olan nöqtənin x sıfır idi. Formada bunu yadınızda saxlayın. Parabola. Baxın, bu paraboladır. Y bərabərdir x kvadratının qrafikidir. Bura koordinat başlanğıcıdır. Parabolanın təpə nöqtəsidir. Nə oldu bura? Təpə nöqtəsi. Belə çıxır ki, parabolanın təpə nöqtəsi koordinatları necədir? 0, 0'dır. Bu parabolanın təpə nöqtəsidir. İndi biz birazdan təpə nöqtələr haqqında deyəcəyik. Emendilər var. Bu hissələri baxasıyıq. Bu y bərabərdir x kvadratı funksiyasının qrafikidir. Bu grafikin bəzi çevrilmələri var. Nədir o çevrilmələr? Əvvəlcə fikir verirsiniz ki, bu parabola qollar yuxarı baxır. Qollar aşağı da baxa bilər. Deməli, A sıfırdan yadda saxlayırıq ki, böyük olanda qollar yuxarı baxır. Böyük olanda dedik ki, qollar yuxarı baxır. A sıfırdan kiçik olanda qollar baxır aşağı. Bunu silək, bu hissəni bildik. Qollar aşağı baxır. Bu da A sıfırdan kiçikdir. Bizim parabolamız koordinat sistemində müəyyən bir çevrilə bilər. Yəni belə, y bərabərdir x kvadratı, tutaq ki, mən yazıram plus n. Bu n nə deməkdir? Yəni, hansı bir ədəd. Məsələn, olsun, tutaq ki, 2. Bunda belə deyək, funksiyam oldu, y bərabərdir x kvadratı plus 2. İndi bu y bərabərdir x kvadratı plus 2-nin qrafiki necə olmalıdır? Baxın bu hissəyə. Yadda saxlayırıq ki, 2 vahid hansı ox üzərində? Y oxu üzərində yuxarı sürüşür. Niyə? Ona görə ki, bir dənə burada x-in yerinə 0 yazanda baxın nə baş verir? Y bərabərdir olur 2. Deməli, 2 də olsun bura. Parabolanın təpə nöqtəsi hara düşür? 2-nin üzərində. Və qollar hara baxır? Yuxarı. Çünki burada 1 var, o da 0-dan böyükdür. Olur bu şəkildə. Baxın, olur bu şəkildə. İndi tutaq ki, olub belə. Y bərabərdir. Məsələn, x kvadratı çıxılsın 4. 4 vahid. Bəli, aşağı. Deməli, bura olsun mənfi 4. Bura mənfi 4. İndi baxın, qollar hara baxır yenə? Diqqətlə baxın. Yuxarı baxır. Niyə? Çünki ax kvadratı. Bu qarşıda 1 var və 0-dan böyükdür. Təpə nöqtəsi mənfi 4 üzərindədir. Mənfi 4-dən keçir, qollar isə yenə yuxarı baxır. Məsələn, ola bilərdi belə, y bərabərdir. Mənfi x kvadratı, əgər mən çıx 4 desəydim, indi 4 vahid aşağı sürüşür və qollar indi hara baxır? Aşağı baxır. Olurdu bu şəkildə. Parabolam yerləşir belə. Aydın olur da nə demək istədiyim. Məsələn, belə ola bilər. Y bərabərdir. Deyir ki, x çıxılsın 2, üstə gəl, məsələn, 1. İndi bunun qrafikini qurmaq lazım. Bunun qrafikini qurmaq üçün fikir veririk, x oxu üzərində sürüşmə var. Bunu 0-a bərabər eləsək, x minus 2-ni 0-a bərabər eləyəndə nə alınır? 2. Deməli, x oxu üzərində 2 vahid sağa sürüşdük. Bura 2-dir. Y oxu üzərində də 1 var. Burada olsun 1. Bu iki nöqtəni kəsişdiyi, bax bu nöqtə parabolanın nəyə adlanacaq? Təpə nöqtəsi adlanacaq. Və qollar yenə də
yuxarı baxır. Çünki müxtəsər vurma düsturunu açanda x kvadratı qalacaq. Qarşıda da 1 var. Yenə də a sıfırdan böyükdür. Qollar baxır yuxarı. Yəni olur belə bir qrafik. Aydın olur da. Tutaq ki, olardı belə. Deyirdim ki, y bərabərdir. Məsələn, mənfi x üstəgəl 3 kvadratı 1-ə çıxılsın 5. İndi bunun grafikini qurmaq lazımdır. Baxın bura, üzbucalı koordinat sistemində x plus 3'ü sıfıra bərabər eləsəm nə edir? Mənfi 3. Bu x oxunda mənfi 3 vahid sola. Bu da neçədir? Mənfi 5. Bu y oxunda da bura olsun mənfi 5. Bunun da kəskin nöqtə olsun bura. İndi bu təpə nöqtəsidir bunun. Qollar hara baxacaq? Aşağı baxacaqdır. Məhdud oldu burada. Sən bunu sərgəldə qıraqdan çəkər. Qollar hara baxmalıdır? Aşağı baxmalıdır. Bunu bu hissədən bir dənə də göstərəm. Burada qrafikə görə məhdud. Dedik ki, mənfi hansıydı? Bu mənfi 3'dür. Burada mənfi 3. Burada mənfi 5'dir. Burada olsun mənfi 5. Bu ikisinin kəsişdiyi nöqtə budur uşaqlar. Bunlardan keçməlidir və qollar hara baxmalıdır? Aşağı baxmalıdır. Və belə bir qrafikdir. Belə çıxır ki, biz müəyyən qrafik çevrilmələrinə baxırıq. İstənilən tipini bu formada yaza biləsirik. İndi burada məsələ nədir? Təpə nöqtənin koordinat sistemində hansı rüblərdə yerləşdiyi var. Bilirik ki, bu birinci rübdür, bu 2, bura 3-cü rüb, bura da 4-cü rübdür. Bu funksiyanın təpə nöqtəsi neçənci rübdə yerləşdir? 3-cü rübdə. Bu funksiyanın təpə nöqtəsi neçənci rübdə yerləşdir? 1-ci rübdə yerləşdir. Yəni belə bir sual düşsə, əvvəlcə biz qrafiki nə etməliyik? Qurmalıyıq. Yəni bunlara əsasən qrafiki qurduqdan sonra hansı rübdə yerləşdiyini asanlıqla tapa bilərsiniz. İndi baxırıq hansı hissədə. Onda belə çıxır ki, parabolanın təpə nöqtələrlə bağlı belə bir düsturu var. Bu düsturu buradan da qeyd edin, buradan da. Məsələn, belə bir düsturu var. X minus m-in kvadratı üstəgəl nə? M. Dedik ki, bu m təpə nöqtənin uşaqlar nəyi oldu? Absisi. Çünki biz onu OX ox üzərində götürdük. N isə təpə nöqtənin ordinatı. Bunlar vacibdir. Parabolanın, kvadrat funksiyanın bu təpə nöqtələrlə bağlı düsturudur. N təpə nöqtənin absisi, N təpə nöqtənin ordinatıdır. İndi o hissələrə baxasıyıq. Demə diqqətlə bura fikir verirsiniz. Yadda saxlayırıq ki, kvadrat funksiya y bərabərdir ax kvadratı üstəgəl bx üstəgəl s formasındadır. A birinci hədd əmsalı, B ikinci hədd əmsalı, S isə sərbəst həddir. S isə sərbəst həddir. Nəyə fikir verəsinik? Dedik ki, kvadrat funksiyanın, məsələn belə, tutaq ki, x kvadratı çıx 4x üstəgəl 3. Tutaq ki, belə. Bu funksiyanın, kvadrat funksiyadır. 1. Diskriminant böyükdür sıfırdan halı var. 2. Diskriminant sıfıra bərabər halı var. Bir də diskriminant sıfırdan kiçik halı var. Əgər diskriminant sıfırdan böyük olarsa, deməli bunun 2 həqiqi kökü var. 2 həqiqi kökü varsa, o x oxunu bu parabola 2 nöqtədə kəsib keçməlidir. İndi bunun Viet teoreminə görə kökləri neçədir? Biri 1'dir, biri də 3'dür. Niyə? Köklər asili 3'dür, köklər cəmi 4'dür. Deməli, parabola burada 1'i kəsməlidir, burada 3'ü kəsməlidir və qollar da hara baxmalıdır? Yuxarı baxmalıdır. İndi parabolanın təpə nöqtəsi bəs hara olaqdır? Baxasıyıq, indi o hissələrə də baxacaq. Baxasıyıq, bu hissələrə baxın. Bu funksiyanın qrafiki belədir. İndi təpə nöqtələrinə baxırıq, görək bunlar necə olmalıdır. Təpə nöqtələri haqqında geniş deyəsiyəm əslində, ona görə bu hissəni hələ ki saxlayıram. Diskriminant sıfırdan böyük olan halıdır bu.
Yəni qısaca diskriminant sıfırdan böyükdürsə, parabolanın qolları istəyir yuxarı baxsın, istəyir aşağı baxsın. O x oxunu neçə nöqtədə kəsməlidir? 2. Çünki diskriminant sıfırdan böyükdür halına nə deyirik? 2 həqiqi kökü var, bəli. 2 həqiqi kökü var deyirik. Bəs diskriminant sıfıra bərabər olanda bir həlli var və ya 2 bərabər həlli var deyirik. Tutaq ki belə. Onda parabola OX oxuna nə etməlidir? Toxunmalıdır. OX oxuna nə etməlidir? Toxunmalıdır. Bura neçə olsun? -3. Deməli buna uyğun mən kvadrat funksiyanı necə yaza bilərəm? Belə yaza bilərəm. X üstəgəl 3-ün nəyi? Kvadratı. Gördünüz? Üstəgəl burada nə var? 0 var. Bu n'lər burada 0'dır. Bunu yazmıram. Ehtiyac yoxdur. X plus 3'ün grafiki şalaba bu şəkildədir. Bu şəkildədir. Olur bu belə. X'in yerinə 0 yazanda, baxın burada X'in yerinə 0 yazında baş verir. Y neçə alır? 9. Bu qrafik yuxarı qalxıb Y-da nəyi kəsməlidir? 9'u kəsib keçməlidir. Sadəcə mən D bərabərdir 0 olan halını yazıram. Qrafiki tam dəqiqliyinə qədər çəkmirəm. Sadəcə demək istəyirəm ki, diskriminant sıfıra bərabər olanda qrafik OX oxuna toxunmalıdır. Diskriminant sıfırdan böyük olanda OX oxunu 2 nöqtədə kəsməlidir. İstəyir qollar aşağı baxıb kəssin, istəyir yuxarı baxsın. Məsələn, belə də ola bilərdi. Belə də ola bilərdi. Əsas odur 2 nöqtədə kəssin. Və yaxud belə də ola bilərdi yenə. Belə də ola bilərdi. Yenə də nə etməliydi? Toxunmalıydı. Diskriminant sıfırdan kiçik olan hal. Bunu dedik ki, 1 kök və ya nə deyirik? 2 bərabər kök deyirik. Diskriminant sıfırdan kiçik olan halını ayrılıqda göstərmək istəyirəm. Ən diqqət eləyəsi məqamlardan biri buradır. Şagirdlərin daha çox çaşdığı hissə buradır. Diskriminant sıfırdan kiçik olanda əvvəlcə dərk eləyək ki, nə deməkdir? Diskriminant sıfırdan kiçik nə deməkdir? Mən bir dənə funksiya yazdım. Məsələn, belə. Baxırıq bura. Y bərabərdir x kvadratı. Orada 4x yazmışam, yenə yazıram. Üstəgəl bir dənə 10 yazıram. Bir dənə bunun diskriminantını tapaq. D bərabərdir. Kök altında deyil. Ve kvadratı çıxılsın, 4 vurulsun AC. Elədi nə? Kök. Buradan kök altında mənfi neçə? 24. Dedik ki, kök altında süt dərəcədən mənfi ədəd olmaz. Yəni, inşallah irəliyən siniflərdə biz bunu keçərsək, bunun kompleks kökləri var. I kvadrat yazıb kompleks haqqında danışasıyıq. Amma bu hələ tezdir sizə. Mənfi 24. Diskriminant sıfırdan necə oldu? Kiçik oldu. Deməli, bunun belə çıxır ki, həqiqi kökü yoxdur. Bax, kökü yoxdur demək olmaz. Kökü yoxdur demək səhv. Həqiqi kökü yoxdur. Bunun kompleks kökləri var. Deməli, həqiqi kökü yoxdur. Əvvəlcə bu hissəni dərk edirik. Həqiqi kök yoxdur. Biz də deyirik ki, kök yoxdursa, OX oxunu nə kəsməz, nə də toxunmaz. Bəs bu qrafik necə yerləşməlidir? Ya yerləşər belə, ya yerləşər belə, başqa, belə, belə. Yəni bu hallardan biri olar. Əsas odur ki, OX oxunu kəsməz. İstəyirəm əvvəlcə buranı dərk edin. Diskriminant sıfırdan böyük olanda 2 nöqtədə kəsməlidir. Çünki bunun 2 kökü var. Diskriminant sıfıra bərabər olanda toxunmalıdır. 1 kökü var və ya 2 bərabər kökü var. Diskriminant sıfırdan da kiçik olanda həqiqi kök yoxdur. Onda OX oxunu nə etməz? Kəsməz. 2 hal var. Kəsməyən hal üçün 2 hal var. İndi baxırıq bu hissəyə. Bəlkə bu hissəyə çək yaxından. Baxırıq. Bax, başa düşməyə ən biraz kritik hissə buradır. Mən yazıram ki, bu ifadəni y bərabərdir x kvadratı çıx 4x üstəgəl 10 uşaqlar. Bunun diskriminatı dedik ki, sıfırdan kiçikdir. Bu 1. Və bunun ası sıfırdan nədir? Böyük. Hardan bilirəm? Qarşıda nə var? 1 var. A sıfırdan nədir? Böyükdür. Yadımızda saxlayasıyıq ki, diskriminant sıfırdan böyük. Əgər A sıfırdan böyük şərti kvadrat ifadə üçün ödənirsə, buna deyirlər ki, x-in
istənilən qiymətində diqqətli olun. X-in istənilən qiymətində nədir? Müsbətdir. Yəni, o deməkdir ki, X-in yerinə siz istənilən ədədi yazsaz, 1 yazın, 5 yazın, -3, 20, 100, 1000, nə yazsız yazın. Heç vaxt mənfi cavab ala bilməzsiniz. X-in istənilən qiymətində bu necə qiymətlər alasıdır? Müsbət. Çünki şərt var. Şərt oldu ki, diskriminant sıfırdan kiçikdir. A sıfırdan nədir? Böyükdür. Bunun da qrafiki deyək ki, mən təqribi çəkirəm. Belə bir qrafik olacaq. Yəni o X oxunu nə eləməyəcək? Kəsməyəcək. Qollar hara baxmalıdır? Desəz ki, müəllim yox, qollar aşağı baxsın da. Baxsaq axı qollar nə edir bu qrafiki? O X oxunu nə edir? Kəsir. Əgər kəsirsə nə baş verməli idi? Diskriminant sıfırdan böyük olub. 2 həqiqi kök olmalı. Axı bunun diskriminantı sıfırdan böyük deyil. Ona görə qollar aşağı baxa bilməz. Yəni, belə ifadələrdə deyirik ki, X-in istənilən qiymətində müsbətdir. Bu bir. İkinci halda, orada göstərmişəm, qrafik bir də necə yerləşə bilər dedik? Belə yerləşər, burada yerləşər, birini yazıram. Məsələn, belə yerləşər. İndi bura baxırıq. Əgər belə yerləşərsə, aydın məsələdir ki, bunun qolları hara baxır? Aşağı baxır. İndi baxın, ona uyğun nümunə yazıram burada. Y bərabərdir. Yazıram -x kvadratı. Çıx 4x, çıx 10 yazıram. Yenə diskriminantını tapaq bunun. B kvadratı, yəni 16. Çıxılsın, 4 vur -1. Müsbət. Yenə də vuranda elədim, yenə də çıxqın. Yenə də diskriminant nə oldu? Sıfırdan kiçik oldu. Yəni həqiqi kökü yenə yoxdur. Qollar hara baxıb? Uşaqlar buna deyirlər. X-in istənilən qiymətində nədir? Mənfidir. Yəni diskriminant sıfırdan kiçik olan həqiqi kökü yoxdur dediyimiz o xassənin 2 dənə belə deyək, bir xassəsi çıxdı. Hansı oldu? Ya X-in istənilən qiymətlərində mənfidir, ya da X-in istənilən qiymətlərində müsbətdir. Və siz nəyi öyrənməlisiniz? Bu iki şərti. Bu bir, buna uyğun. Mənfiyə uyğun isə bu şərt. Aydın məsələ. Hər iki halda oxşar hal hansıdır? Diskriminantın sıfırdan kiçik olması, yəni həqiqi kökün olmaması. Hər iki hal üçün ortaq cəhətdir bu. Diskriminantın sıfırdan kiçik olub, kökün olmamalı. Kök olsa o X oxunu nə edəyər? Kəsər. Birinci işimiz odur ki, o X oxunu kəsməsin. Burada qollar aşağı baxanda kəsmir, burada da qollar yuxarı baxanda kəsmir. Aydın oldu mu? Bu üç şərt burada ödənir. İndi keçirik digər hallara. İndi baxaq nəyə? İndi baxırıq nəyə? Bu bayaq yazdığımız üstü burada qalsın. Y bərabərdir. A vurulsun. X çıxılsın. M'in kvadratı plus E. Bu təpə nöqtələrlə bağlı düsturudur. Dedik ki, kvadrat funksiyanı təpə nöqtələrlə bağlı düsturudur. Bundan bir dənə bura düzbucaqlı koordinat sistemi çəkirəm. Bu X, bu Y oxu. Tutaq ki, mənə verilibdir belə bir ifadə. Belə bir ifadə. Burada olsun, fərq edəməz. Uşaqlar, görürsünüz bu qrafiki. Deməli, bu diskriminantın hansı halıdır sizcə? Sıfırdan böyük. Niyə böyük halıdır? Çünki 2 həqiqi kökü var. O X oxunu 2 nöqtədə nə edir? Kəsir. Bura funksiyanın sıfırlarıdır. Hansı nöqtələrdirsə sıfırlardır. Məsələn, deyək, bura 1-dir, bura 6-dır. Bu təpə nöqtəmizdə, baxın, bu təpə nöqtəni görürsünüz. Bu təpə nöqtəni dedik nə idi? M idi. Bu M-dir, gördüyünüz. Bu isə, bura isə təpə nöqtənin nə idi? N-idir. Uşaqlar, təpə nöqtənin N-idir. İndi, mənə bunlar verilməyibdir. Bunlar verilməyibdir mənə. Bu qrafikdə, tutaq ki, gəlir, buradan bunu kəsir. Məsələn, 4 nöqtəsində kəsir, tutaq ki. Bu təpə nöqtənin N-ini bizə veribdir. Bura təqribən -2 olsun. Burada 1 ilə 6 arasında yerləşirdi, 1-3 olsun, tutaq ki. Deyirdik, bu qrafiki təsvir edən
kvadrat tənlik aşağıdakılardan hansıdır? Sizə qrafik verir, deyir ki, onu düzəldin. Yəni, y bərabərdir, hər hansı bir ifadədir ki, bunun qrafikini quranda belə olmalıdır. İndi biz bunu necə eləməliyik? Baxırıq bura, o düsturu görürük, buradan təkrar yazıram. Bir nümunə izah edəcəm və bir nümunə əsasında bu təpə nöqtələrlə bağlı qrafikdən ifadəni götürmək sizin üçün heç nə olamaz. Yazıram x minus m-in kvadratı, üstəgəl nə? M. Sonra görürük ki, y bərabərdir, a yoxdur. A görürsünüz burada? A yoxdur. X qaldı. M görürük mü bəs? Hani? 3-dür dedik, təpə nöqtənin absisi. M-də mənfi. Bəli, N-də neçədir? Mənfi 2. Bir dənə də çıx 2 yazdım bura. İndi hər şey var. Nə yoxdur? Bir dənə A yoxdur. Bu A-nı necə tapmalıyam? Biz dedik ki, y bərabərdir ax kvadratı üstəgəl bx üstəgəl c tənliyində kvadrat tənliyin ümumi A-lıdır. Bir dənə x-in yerinə 0 yazanda bax nə baş verir? Y bərabər nə olur? Nə olur y bərabər? Bu da getdi 0-a, bu da getdi 0-a. Nə qalır? C. C nə eləyir? Sərbəst hədddir. Deməli, sərbəst həddimiz hansı oxun üzərində oldu? Y. Bizim onda belə çıxır ki, C-miz neçədir? 4-dür. Görürsünüz, Y oxunu orada kəsir. Deməli, mən Y-in yerinə 4 yazıram. A-nı tapmağa çalışıram. X-in yerinə nə yazmaq şərti ilə? 0 yazmaq şərti ilə. 0 çıxılsın. 3 kvadratı minus nə? 2. Bu tənliyi işləyəbilərik. 4 bərabərdir. 0 çıx 3. Mənfi 3 kvadratı. 9. 9 bura. 9-a. Burada da mənfi 2 var. Sağa getdi. Qaldı 6 bərabərdir 9-a. A da buradan neçə elədi? 9-da 6, yəni 3-də 2. İndi gətirib burada yerinə qoyuram da burada. Y bərabərdir. 3-də 2, nə? X çıx olsun. 3-ün kvadratı çıx 2. Deməli uşaqlar, bu ifadənin qrafiki deməli buymuş. Aydın oldu? Bu ifadənin qrafiki deməli buymuş. Və yaxud mən burada Y-in yerinə 4 yazsam, ordinat oxu üzərində olan nöqtənin absisi 0 olmalıydı. Başa düşürükmü? Y-in yerinə 4 qoyuramsa, X-in yerinə nə qoymalısan? 0 qoymalısan, nəyə tapmaq üçün? A-nı tapmaq üçün. Və yaxud buradan X-in yerinə 0 qoyanda Y C-yə bərabər oldu. Yəni burada bunun qiyməti 4-dür. Gətirib buradan da yaza bilirik. İki hal var. Yəni bu tipli suallar belə işlənir. Sonra bura aydındırsa, bu qrafikə dəymirəm. Bir dənə bu hissəni pozuram. Dələr haqqında danışırıq hələ. Və yadınızda saxlayasınız ki, kvadrat funksiyanı, yəni qrafik olan parabolanın bir nəyi var? Simetriya nəyi? Oxu var. Bu qrafikin baxan kimi görsənir ki, simetriya oxu sizcə bu düz xətt deyilmi? Bu düz xəttdir. Ona görə ki, parabolanı nə edir? Tən yarıya bölür. Bu tərəfə də qatlasaz üst-üstə düşür, bu tərəfə də qatlasaz üst-üstə düşür. Onda belə çıxır ki, x bərabərdir, bu m-dir də 3. M düz xətti parabolanın hər zaman nəyə olur? Simetriya olur. Gətirib yerinə yazıram. X bərabər nə yazıram? 3. Yəni x bərabərdir 3 düz xətti. Bu parabolanın nə idi? Simetriya oxudur. Və 3-ü sola da keçirmək olar. Yəni belə də yaza bilərsiniz. Eyni şeydir. Uşaqlar, indi bu hissəyə diqqət yadınızda saxlamalıyıq ki, mən sizə desəm ki, uşaqlar, x bərabərdir 3-ü gəlin koordinat sistemində qurun. Bu necə qurmalısınız? X ox üzərində axtarım, Y ox üzərində sizcə? X ox üzərində axtarım, bura 3-dür. Və ordinat oxuna bir dənə paralel düz xətt çəkirəm. Bu x bərabərdir 3-ün qrafikidir. Deyirəm, indi uşaqlar, Y bərabərdir mənfi 2-nin qrafikini qurun. Y ox üzərində mənfi 2-ni qeyd edirəm. Və bu dəfə hansı oxa paralel? O x oxuna paralel bir düz xətt çəkirəm. Oldu mu? Və burada da x bərabərdir bu 3 düz xətti. Görürsünüzmü? O y oxuna paralel çəkilir. Və onun kvadrat ifadənin, yəni bu parabolanın nə idi? Simetriya oxudur. Belə də görə bilərsiniz testlərdə. Ya x bərabərdir 3 verərlər, ya da x bərabərdir 3 olmaz. Nə olar?
X çıxılsın 3 olar. Hardan gəlib? 3'ü nə ediblər? Sola keçiriblər, bərabər 0 yazıblar. Bu belə. İndi baxırıq bu hissələrə. Valla bəs parabolanın, daha doğrusu kvadrat funksiyanın, məsələn, y bərabərdir. Biz bayaq yazmışdıq. 4x üstəgəl neçə? 3 yazmışdıq da. Bəs bunu m-ini necə tapırıq? Bəs təpə nöqtəsinin absisini necə tapırıq? Təpə nöqtənin absisi, uşaqlar, yadda saxlayırıq. Mənfi b bölünsün 2 ad üstüründən tapılır. n isə mənfi d bölünsün 4 ad üstüründən tapılır. D diskriminatdır orada. Niyə mənfi d yazmışam? Biz diskriminat tapanda deyirdik ki, b kvadratı çıxılsın 4ac. Mən mənfi d yazdığım zaman bunda olurmu? 4ac çıx nə? B kvadratı. Yəni bunun yerinə mənfi d o deməkdir ki, 4ac çıx b kvadratıdır. Aydındır? Və yaxud, uşaqlar, mən sizə belə deyim. Nadir hallarda bu düsturdan istifadə etdirəcəm. Nadir hallarda. Niyə? Bunun m-ini tapaq. M bərabərdir nə olur? Mənfi b. B budur. Mənfi 4'dür. Bu da mənfidir. Nədir? Müsbət 4. A neçədir? 1'dir. Böldüm nə alındı? 2. Uşaqlar, bu təpə nöqtəsinin absisi neçəymiş? 2 imiş. Şimdi gəl ordinatını tapaq. Ordinatını tapmaq üçün ya bu düsturdan ya da bu 2'ni apar harada x varsa yerinə qoy. 2 kvadratı 8 üstəgəl 3. Nə elədi bu da? Mənfi 4, mənfi 1. İndi bunun qrafikini quram uşaqlar. Baxın bura. Təpə nöqtələrimiz var mı artıq? Var. Deməli, x-in m-i neçədir bunun? 2'dir. Buradır. N-i neçədir? Buradır. Yəni, mənfi 1'dir. Təpə nöqtəsi parabolanın buradadır. Qollar da yuxarı baxır. İnşallah, baxın. Belə bir qrafik. M bunun təpə nöqtəsinin absisidir uşaqlar. N bunun təpə nöqtəsinin nə idi? Ordinatıdır. Aydın oldu? Buna uyğun bunun qrafikini qurduq artıq biz. İndi baxırıq bu hissələrə. Müəyyən bir hissələrdə azalır, müəyyən bir hissələrdə artır. Belə çıxır ki, bunun artma və azalma aralıqları var. Daha azalma aralığını. Sizcə azalma aralığı hansıdır uşaqlar? Mənfi sonsuzluqdan m-ə qədər. Mənfi sonsuzluqdan m-ə qədər nə edir bu? Azalır uşaqlar. Fikir verin qrafikə. Mənfi sonsuzluqdan hara qədər? M-ə qədər azalır. M neçədir? 3. Qrafikdə 3'dür. Yazıram, mənfi sonsuzluqdan 3'ə qədər bunun azalma aralığıdır. Ancaq qollar hara baxırsa, yuxarı baxırsa. Oldu. İndi bunun artma aralığına baxıram. Bu şərtə diqqət. Artma. Bəli, aydın məsələdir ki, m-dən, daha doğrusu m-dən müsbət sonsuzluğa qədər. Nə edir? Artır. Təbii ki, hansı halda a sıfırdan böyük olarsa, m-imiz neçədir? 3'dür, müsbət sonsuzluq. Yəni bizə tutaq ki, bu qrafiki verirlər və yaxud funksiyanı verirlər. Funksiyanı veriblərsə, tez mən nəyini tapıram uşaqlar? Nəyini tapıram? M-ini. Qollar yuxarı baxırsa, nə deyəcəm? Mənfi sonsuzluqdan m-ə qədər azalır, m-dən müsbət sonsuzluğa artır. Elə buradan görsənirdə uşaqlar, baxın, azalır, sonra artır. Ancaq belə olsaydı, baxın bu hissəyə, belə olsaydı, tutaq ki, belədir. Bu təpə nöqtənin nəyi uşaqlar? M-idir, absisidir. Bu təpə nöqtənin nəyidir? N ordinatıdır. Təpə nöqtənin koordinatları da necə yazılır? M-in şəklində yazılır. M x ox üzərindədir, N isə y ox üzərindədir. Ona görə M-in yazılır. M yox ha, bax, M formasında. İndi bunun siz qolların hara baxdığını görürsünüz?
Bəli, A sıfırdan kiçik olan şərtidir. Bu hər iki halda artma da azalmaya baxar. Bura azalma olsun, burada artma olsun. Deyə bilərsinizmi? Azalma haradır? Mənfi sonsuzluq n. Diqqətdən baxaq. M-dən, N-dən. bu təpə nöqtənin koordinat neçədir? Məsələn, M-dir hətta. M-dən hara? Müsbət sonsuzluğa nə edir? Azalır. Bəli. M-dən müsbət sonsuzluğa azalır. İndi baxın, mənfi sonsuzluqdan M-ə qədər nə edir? Artır. Bəli. Mənfi sonsuzluqdan da M-ə qədər nə edir? Artdı. Fərqi gördünüzmü? Fərqi gördünüz. Bu maksimum nöqtə idi. Bu isə minimum nöqtədir. Aydın olur da. Yəni bu əzbərlənəsi bir şey deyil. Qrafikə çəkəndə görmək mümkündür bunu. Sadəcə başa düşmək lazımdır bu hissəni. Artma və azalma aralıqlarının nə olduğunu gördük. İndi baxırıq. Gəlsə, keçək indi. Keçək. Funksiyanın təyin oblasti və qiymətlər oblasti ən böyük, ən kiçik qiymətinin tapılması. Qrafiki saxlayıram. Grafikin funksiyası necə idi? Bizim yadımızda qaldı mı bayaq? Y bərabərdir. 3-də 2 səhv eləmirəmsə. X çıxılsın. 3. Hər hansı bir ifadə. Fərqi yoxdur. Bizə fərqi yoxdur onun. Biz yazarıq bu hissəni belə. Məsələn, Y bərabərdir. X kvadratı. Məsələn, 4x. Üstə gəl deyirəm ki, 6. Fərq eləməz. 6 və yaxud da 10 olsun. Deyir ki, bunun ən böyük, ən kiçik qiymətlərini tapaq. Birinci baxaq. Ən böyük qiymətinə və ya ən kiçik qiymətinə və ya baxaq ən böyük qiymətinə. Uşaqlar, yadımıza saxlamalıyıq ki, kvadrat funksiyanın ən böyük qiyməti varsa, ən kiçik qiyməti yoxdur. Ən kiçik qiyməti varsa, ən böyük yoxdur. Məsələn, baxırıq bu qrafikə. Bu qrafikin sizcə ən kiçik qiyməti var yoxsa ən böyük? Təbii ki, ən kiçik. Ən kiçik qiyməti var. Baxın, burada. Minimum qiyməti var da bunun. Amma ən böyüyü yoxdur, müsbət sonsuzluğa qədər uzanır. Deməli, belə çıxır ki, ən kiçik qiyməti parabolanın nə zaman olur? Daha doğrusu, A0-dan, yəni qollar yuxarı baxanda. Bəs parabolanın ən böyük qiyməti A0-dan kiçik olanda, yəni qollar bax belə olanda. Görürsünüz, ən böyük qiyməti var, amma ən kiçik qiyməti yoxdur. Onda oradan davam eləsək, yadınızda bir şey saxlayın. Desək ki, ən böyüyünü tap və ən kiçiyini tap. Fərq eləmir uşaqlar. Hər iki halda verilmiş funksiyanın emini tapırıq. Bunun emi neçədir? 2-dir, düzdür? Bu üstüra görə. 2-dir. Bu 2-ni aparıb yerinə qoyuruq funksiyada. Yəni nəyi tapırıq? Eni. 2 kvadratı 4, çıx 8 plus 10 da. Bu deyir neçə? 6. Deməli, bunun eni neçə elədi? 6 elədi uşaqlar. Yəni, qrafikim oldu bu şəkildə, bax. Bax, təqribən bu şəkildə. Görək, bunun təpə nöqtəsinin apsisi haradır? N burada 6. Bura Y oxu. Bura X oxu. M-i neçə tapdım? 2, N-i də 6. Bura olsun 6. Bura olsun 6. Bura olsun 2. Deməli, belə bir nədir? Qrafikdir, tutaq ki. Qollarlara baxır, yuxarı baxır. Təbii ki, bunun sizcə necə qiyməti var? Ən kiçik qiyməti var. Ən kiçik qiymətini hansı nöqtədə alıb? 2 nöqtəsində. Bəs ən kiçik qiyməti hansıdır? 6 və salam. Onda belə çıxdı ki, kvadrat funksiyanın ən kiçik qiyməti və ən böyük qiyməti həmişə kimdir? N-dir. N kvadrat funksiyaların ya ən böyük qiymətləridir, ya ən kiçik qiymətləridir və salam. Aydın oldu mu? Ola bilərdi ki, belə bir funksiyaydı. Baxın uşaqlar, mən o belə çəkirəm. Məsələn, belə çəkirəm. Çəkdim. İndi, bu bunun təbii ki, N-idir. Bura 5 olsun. Bu da bunun M-idir. Burada haradasa -6 olsun tutaq ki. Bunun təpə nöqtəsinin apsisi neçədir? -6, M-idir. Yəni bu
Bu kvadrat funksiyanın ən böyük qiyməti var, ən kiçik? En büyük. Ən böyük. Çünki bunun maksimum qiyməti var. Ən kiçik qiyməti isə yoxdur. Deməli, ən kiçik qiymətini aldıran nöqtə hansıdır? -6. Bəs ən böyük qiymət neçədir? 5. Yəni bu funksiya ən böyük qiymətini, yəni 5-i hansı nöqtədə alır? -6. Buradan da görsəndi ki, bu n ya ən böyük qiymətdir, bu n ya ən kiçik qiymətdir. Bizdən hansı soruşursa. Aydın oldu bu hissə? Hər iki halda m-ni tapasıyıq, aparıb diğerinə yazasıyıq və sabit. Bu oldu. Qiymətləri bildiksə, indi baxaq təyin olması və qiymətlər olması. Bu da çox önəmlidir. Diqqətli olursunuz. Qrafiki yenə saxlayıram. Bizim işimizə çox yaradı. Deyək ki, bu təyin olmasıdır. Bu da qiymətlər olması. Sonra qiymətlər oblası da deyirlər. Qiymətlər çoxluğu da deyirlər. Yəni hər ikisi eyni. İndi təyin oblası nədir? Təyin oblası çox var. dy deməkdir və bunu df də yazırlar. Niyə? Çünki biz görmüşük ki, ya y bərabərdir hansı bir funksiya. Bir də ki, və yaxud nə görmüşük? fx bərabər. Bunlar eyni deyildir mi? Nə görə ya dy görərsiniz, ya df görərsiniz. Fərqi yoxdur. dy ilə baxaq. Verilmiş funksiyaların təyin olması necə tapılır? Yadda saxlayırıq ki, kvadrat funksiya verilirsə, belə, ax kvadratı üstəgəl dy üstəgəl c şəklində. dy yazsın, bx. Kvadrat funksiyanın təyin olması mənfi sonsuzluq və müsbət sonsuzluqdur. Niyə? Bir dənə kvadrat ifadə yazıram. Yuxarıda. X kvadratı çıx 4x üstəgəl 3. Təyin olması o deməkdir ki, x-in ala biləcəkləri. Burada mən x-in yerinə nə yaza bilmərəm ki? Hər şey yaza bilərəm. Mənfi yaz, müsbət ədəd yaz, kəsir yaz, kök altı yaz. Fərqi var mı? İstədiyim ədədi bu oxdan, ya buna bütün ədəd oxu da deyirik də biz. Bütün ədəd oxundan istənilən ədədi götürüb bunun təyin olması eləyə bilirik. Yəni aparıb yerinə qoya bilirik. Ona görə də kvadrat ifadənin, yəni bu şəkildə olan təbii ki, qiymətlər olması nədir? Hər zaman mənfi sonsuzluq, müsbət sonsuzluq. İndi baxırıq bura. Tutaq ki, bizə belə bir ifadə veriblər. Deyir ki, baxın indi bu hissəyə verilə belə. X üstəgəl 3 və yaxud da belə olsun. X çıx 5, X plus 6. Sən belə. Deyirdi bunun təyin oblasını tap. Biz bilirik ki, yuxarıdakı ifadənin təyin oblası nə idi? Mənfi sonsuzluq ilə müsbət sonsuzluq. Buraları yaxşı çək yaxından. Mənfi və müsbət sonsuzluq idi. Amma məxrəcdəki ədədin sıfırları var. Sıfırları neçədir? Bunun sıfırı 5'dir. Bunun sıfırı sizcə bu aralıqda 5 ilə -6 var mı? Var. İndi 5 ilə -6-nı biz cavab kimi götürə bilərik mi? Bilmərik. Niyə? Çünki məxrəc nə olar qoysaq yerinə? Sıfır olar. Deməli, biz ədəd oxundan bunları çıxartmalıyıq. Çıxardıram. Mənfi sonsuzluqdan hara qədər? -6-ya qədər daxil deyil. Birləşmə. İndi bax, diqqətlə baxın. -6-dan 5-ə qədər birləşmə hardan? 5-dən müsbət sonsuzluq edir. Mən bunu -6, 5 müsbət sonsuzluq yazsaydım, olurdu səhv. Çünki -6 ilə 5-in arasında ədədlər yoxmu? Var. -4 var, -5 var, -3 var, 0 var, 1 var. Baxın, bunlar ödəyir onu. Ödəməyən yalnız nədir? -6 ilə 5'dir. -6 ilə 5'i bütün ədəd oxundan neynədir? Bax, çıxartdım, diqqətli olursunuz. Təyin oblası nədir, başa düşdükmü? Təyin oblası budur. Qeyri-adi bir şey deyil, təyin oblası budur. Yəni, x nə ola bilməzsə, onu oradan çıxart. Aydın oldu yəqin ki. Başqa nümunəyə də baxa bilərik biz əslində. Başqa bir nümunəyə də baxa bilərik. Tutaq ki, verilib belə. Deyir ki, y bərabərdir. Məsələn, x kvadratı çıx 4x üstəgəl 3 və bir də verilibdir. X çıxılsın 1 ilə x plus 7.
Deyir bunun təyin oblasını tapın. Təyin oblasını tapın demir, belə verir, def verir. Yəni bu nə demək? Təyin oblasını tap. Yuxarı ilə mənfi müsbət sonsuzluqdur. Düzdür. Amma indi burada bir şey var. Biz kəsirlərin ixtisarı adlı bir şey bilirik və yuxarıdakı ifadəni mən vurğularına ayırsam görürəm ki, vurğularının içərisində 1 və 3 var. Düzdürmü? Niyə? Diyet teoreminə görə köklər hasili 3-dür, köklər cəmi 4-dür. Deməli, bu vurğulara necə ayrılır əslində? X minus 1 və X minus 3 kimi, düzdürmü? Vurğulara ayranda. İndi oraları da deyərik. Aşağıda da qaldı X minus 1 ilə X minus 7. Nəsə ixtisar var burada? Var. Deməli, bunlar getdi. Onda funksiyanız qaldı bu şəkildə. Hə, indi bunun təyin oblası nədir sizcə? Mənfi 7-dən başqa hər şey. Niyə? Çünki mənfi 7 məxrəcə gətirib yazsam 0 olur. Deməli, bunun təyin oblasından, yəni mənfi və müsbət sonsuzluqdan nəyi çıxardıram? Mənfi 7-ni nə edirəm? Çıxardıram. Olur nə birləşmə? Mənfi 7, müsbət sonsuzluq çıxartdım. Bütün ədəd oxundan mənfi 7-ni çıxartdım. Ona görə də bizə belə bir təminliklər veriləndə əvvəlcə onları nə edirik? İxtisar edirik, yəni sadələşdiririk. Daha sonra təyin oblaslarına baxırıq. Başa düşdük inşallah? İndi baxaq qiymətlər oblasına. Bəs. Baxırıq ki, kvadrat funksiyanın qiymətlər oblası əgər A sıfırdan böyük olarsa, yəni belə olarsa, qrafik, qollar yuxarı baxarsa, qiymətlər oblasıdır. Olur. N müsbət sonsuzluq. Əgər qollar aşağı baxarsa, olacaq belə. Məsələn, belə olarsa. Bayaq çəkmişdim. Belə olarsa, mənfi 5 olsun burada. Əgər belə olarsa, olur belə. Mənfi sonsuzluq N. Aydın oldu mu? İndi izah edirəm. Niyə? Çünki bu ifadəyə baxırıq uşaqlar və yaxud da bu qrafikə baxırıq. Biz bayaq dedik ki, ən böyük ən kiçik qiymətlərdə, baxın burada yazmışam, belə hazır silməmişik. Dedik ki, ən böyük ən kiçik qiymətlərdə qollar yuxarı baxırsa, bunun ən kiçik qiyməti var. Qollar aşağı baxırsa, ən böyük qiyməti var. Bu, indi birinci hala baxıram, A sıfırdan böyük, bu hala baxıram. Bu hala, A sıfırdan böyük. Qollar yuxarı baxanda bunun ən kiçik qiyməti var. Ən kiçik qiymətini aldırır 2. Bəs ən kiçik qiyməti 6. Deməli, bu funksiyanın ən kiçik qiyməti var. Amma ən böyük qiyməti yoxdur. Yəni nədir? Müsbət sonsuzluq. Onda belə çıxır ki, bunun, bu qrafikin, yəni buna uyğun bir tənlik var. Biz bunu bayaq tapmışdıq. Bunun qiymətlər oblası nə olacaq? Mənfi 2, müsbət sonsuzluq. Olacaqdır belə. Mənfi 2 daxildir artıq. Mənfi 2, müsbət sonsuzluq. Bu şəkildə. Aydındırmı? İndi baxırıq bura. Bunun hansı qiyməti var? Ən böyük qiymətini harada alır? Mənfi 6 nöqtəsində. Mənfi 6 nöqtəsində ən böyük qiyməti neçədir? 5. Yəni bu funksiya 5-dən böyük qiymət ala bilməz. Amma 5-dən kiçik qiymətləri ala bilər. Ona görə də bəli, olur nə? Mənfi sonsuzluqdan hara qədər? 5-ə qədər uşaqlar bitdi. Aydın olurmu? A sıfırdan böyüksə N müsbət sonsuzluq, A sıfırdan kiçiksə mənfi sonsuzluqdan N-ə qədər deyəsiyik biz bunu. N nə edəcək? N. Təpə nöqtəsinin ordinatı. Təpə nöqtəsinin ordinatıdır. Ya ən kiçik, ya ən böyük qiymətidir. Aydın oldu da bunlar. Sonra uşaqlar. Dayanırıq hələ ki. Dedik ki, kvadrat funksiyanın bir təpə nöqtələrlə bağlı düsturu var. Mən buna aid hər şeyi izah elədim sizə. Qrafik də çəkdim. Təpə nöqtələr veriləndə kvadrat ifadəni necə tapırlar da izah elədim sizə. Amma necə tapmaq lazım idi, bayaq 3-də 2 vardı ya, bax o. Bir də var, kvadrat ifadənin, kvadrat funksiyanın
köklerle bağlı düsturur. Uşaqlar buna vurğulara ayırmada deyirik. X minus x1, bir də x minus x2 şəklində qeyd edirik. Düzdürmü? İndi uşaqlar, baxırıq bura. Tutaq ki, biz hər hansı bir tənlikdir, yazmıram o tənliyi. Bizə verib ki, o tənliyi hesablayanda köklərindən biri 1 olacaq, digər kökü də 4 olacaq. Tutaq ki. İndi mən onun qrafikini vururam. Baxın, belədir. Və yaxud da bunu vura bilərdik əslində. Bunu eləmək istəmirəm. Tutaq ki, bir dənə baxın. Bura olsun 3. Bura olsun 1. Burada olsun neçə? 4. Deyir ki, uşaqlar, bu qrafiki əks elətdirən kvadrat tənlik aşağıdakilərdən hansıdır? Bayaq təpə nöqtələrlə bağlı yazmışdım, yadınıza gəlir. İndi köklərlə bağlı yazasıyıq. Köklərlə bağlı necə eləyəsik? Bu düsturu görürük. Yazıram. Y bərabərdir. A vur olsun. X çıx x1. Yəni 1. X çıx x2. Yəni 4 yazdım. Yenə nə yoxdur? A yoxdur. Bayaq nə demişdik? A-nı tapmaq üçün Y-ın qiymətini gətirib yerinə yazanda X-a nə yazmalıyam? 0. Çünki o Y ox üzərində olan nöqtənin absisi həmişə 0 ilə çəkilir. Yazıram 3 bərabərdir A vur olsun. X-in yerinə nə yazıram? 0 çıx 1. Bir də 0 çıx 4. Buradan 3 bərabərdir 4A. Buradan da bərabərdir 4-də 3. İndi bu 4-də 3-ü gətirib burada yerinə qoyuram. 4-də 3 nə? X çıx 1, bir də X çıx 4. Bitdi uşaqlar. Mən çəkdiyim qrafik bu tənliyin qrafikiymiş. Aydın oldu mu? Bu tənliyin qrafiki budur. Sizə belə veriləndə bunu tapasınız. Başa düşdük? Təpə nöqtələrindən bağlı da izah etdim. Bununla da bağlı izah elədim. Bir də vurğulara ayırmada birdən çaşarsınız mı? Tutaq ki, belə bir tənlik verilib bizə, x kvadratı və ya 2x kvadratı veribdir. Yəni özümüzdən tənlik düzəldək. Məsələn, buraya x yazsam, burada 3 yazıram. Deyirəm, bunu vurğulara ayırın. Bu vurğulara necə ayrılır? Düsturumuz budur. Bu vurğulara ayırma düsturu bu təpə nöqtələrlə bağlı düsturdur. Burada A verilib 2'dir. Verilib 2'dir. D bərabərdir. Diskriminant tapaq. 1 minus 8 vur 3. Mənfi 24. O da elədi 25. Kök çıxdı. 5. X1'ni tapaq. Mənfi 1. Mənfi 1 plus 5 bölü 2A. Yəni 4. Buradan qaldı nə? 1. X2. Dedi ki, mənfi 1 çıx 5 böl 4. O da elədi mənfi 1 tamamda 5. Və yaxud uşaqlar, mən sizə göstərmişdim ki, yadınıza gəlirsə. Demişdim ki, kvadrat tənliyin əmsallar cəmi 0-a bərabərsə, yoxlayaq. 2, üstəgəl 1. O birisi əmsal neçədir? Neçədir? Mənfi 3. Əgər əmsallar cəmi 0-a bərabərdirsə, elədirmi? Elədir. 0-a bərabərdirsə, o tənliyin köklərindən biri hesablamadan həmişə biri 1-dir. Digəri də demişdim ki, C bölünsün A-dır. Yəni, mənfi 3 bölünsün 2. Nə elədir? Düzdürmü? Ya belə daha da tez tapma olardı bunun əslində. Nəysə, bununla tapdıq tutaq ki. İndi bunu vurğulara ayırmalım. Vurğulara ayırmanın düsturu Y bərabərdir. A vur olsun. A var dedik. Həmən neçə 2. Nə yazmalıyım? X çıx X1. 1 və yaxud da adətən mənfini birinci yazılır. Üstəgəl 1 onda 5 oldu mu? Bir də X çıxılsın nə? 2'ni vur içəri. 2 kız plus 3. Daha götürüb buna vurma. Birine vurmuşsun. Vəssalam, vurğulara ayrıldı. Uşağı biz deyirsiniz. Aynalı uşaqlar. Dərsimiz bu qədər.